Bu görüntülərə diqqətlə baxın. Bu sadəcə ağcaqanad dişləməsi deyil. Son günlər güclü yağışlardan sonra ölkədə sanki həşərat terroru başlayıb. Adi bir ağcaqanad dişləməsi, amma nəticəsi heç də adi deyil. Uşaqlarda dişlənən nahiyədə iri şişkinliklər yaranır. Qızartılar günlərlə keçmir. Bəzi hallarda isə bütün ətrafa yayılır. Valideynlər bildirirlər ki, şişkinlik o qədər böyük olur ki, sanki uşaq harasa möhkəm dəyib. Mütəxəssislər xəbərdarlıq edir. Bəzi hallarda ağcaqanad dişləməsi güclü allergik reaksiyaya səbəb ola bilər. Belə vəziyyətdə nə etməli? İlk olaraq dişlənən nahiyəni duzlu su ilə yuyun və sərin saxlayın. Şişkinlik və qaşınma azalmırsa, mütləq pediatra müraciət edin. Əgər şiş böyüyürsə, bədənin digər hissələrinə yayılırsa, nəfəs alma çətinləşirsə və ya ümumi vəziyyət pisləşirsə, vaxt itirmədən təcili tibbi yardım çağırın. Bəs bu hansısa təhlükəli xəstəliyin yayılması deməkdir? Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən redaksiyamıza bildirildi ki, Azərbaycanda ağcaqanadlarla bağlı epidemioloji vəziyyət sabitdir. Ölkə malyariyadan azad statusa malikdir və hazırda əhali üçün əlavə epidemioloji təhlükə qeydə alınmayıb. Ancaq mütəxəssislər valideynlərə diqqətli olmağı və uşaqları həşərat dişləmələrindən qorumağı tövsiyə edirlər.